Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bu indişkalar satılır. Qiymət seçim eləyənə 38 manat. Hamısının 10 dənənin hamısına olana indirim olacaq. Amerikan bronz cinsli, yumurtlayan, ətlik, super heyvanlardır. Kimdə qazı olsa 15-20 manata, 3 aylıq, 4 aylıq belə civarında tam tükün dəyişmiş ya yarım tükü dəyişmiş. Maşallah belə heyvanlarım var. Allah hər kəsə qismət eləsin. Hamısına olana indirim olacaq. Seçim eləyənə ilə 38 manatdan satılacaq heyvanlar. Ətli, yumurtalıq deyəndə buraxım ot hesabına, otun hesabına nəsə olacaq, yox, o fikirləşməyin. Bunlar bütün günü həyətdədirlər, qazan da dolub qoyulub qabaqlarına. 2 dəfə bugün doldurmuşam, bir dənə bugün buraxmamışam. Küləyə görə ki, qanatları sınmasın küləkdə. Ona görə yaxşı baxarsan ki, lap yerli heyvana da. Yaxşı baxmadın, verim ət əldə eləmək olmur. Heyvan başlayır içindən yeməyə, ətindən istifadə eləməyə, əritməyə. Ona görə də yaxşı baxmaq lazımdır. Qazlara qalanda 15-20 dənə qaz kimdə olsa sağlam heyvan. Buyurub yaza bilər Bakı ətrafı, Bakı ərazisində. Biraz yaxın olsun da biz tərəflərə də. Hökməli, Sultəpə, Güzdək, Qobu, Qaradağ, Pıta, Lökbatan, Aznes, Körgöz qəsəbələrində də olsa olar. Lap yaxşı olar. Qızıldaş. Buralar bizə çox yaxın ərazilərdir. Bizim kəndin əhalisinin çoxu oralarda yaşayır. O vaxt neft mədənlərində, neft buruqlarında işləyiblər, gedib orada kənd salıblar, qəsəbə salıblar, elə yaşayıblar. Getdik, sökəndik qədim tarixə. Amma əsl ocaq bizim kənd olub, Güzdək kəndi. Onlar da Güzdəkli çox sonra gedənlərin nəsinlər işləri ilə əlaqədar. O vaxtı havalar sərt olub deyilənə görə gedib gəlməyə, nəqliyyat falan çox rahatçılıq olmayıb. Ona görə indi şükür Allaha hər yerə gedib gəlmək olur. İzlədiyiniz üçün təşəkkür edirəm. Allah hər kəsin təsərrüfatına xeyir, bərəkət, işlərində uğurlar versin. Biz də onların içində. Super heyvanlardır. Kimin ürəyi istəsə, buyurub müraciət edə bilər.